Əziz dostlar, ikinci saatımızda maraqlıdır və ikinci saatımızda qonağımız da var. Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Asan İnnovativ İnkişaf Mərkəzinin süni intellekt savadlılığı proqramı haqqında danışacağıq. Proqram çərçivəsində iştirakçılara müasir dövrün ən vacib bacarıqlarından biri olan süni intellektlə bağlı biliklər praktiki şəkildə öyrədilir və qonağımız var. Asan İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev buradadır. Nofəl bəy, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Sizi salamlayırıq, xoş gördük. Əvvəlcə proqram haqqında istəyirik ki, bir ətraflı məlumat verəsiniz tamaşaçılara. Süni intellekt savadlılığı proqramı nədir və hansı məqsədlə həyata keçirilir? Bütün izləyiciləri salamlayıram. Çox sağ olun. Dəvətə görə də təşəkkür edirəm. Buyurun. İlk öncə Asan İnnovativ İnkişaf Mərkəzi haqqında qısa bir məlumat verəcəm. Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılıb Asan İnnovativ İnkişaf Mərkəzi və 5 ildir ki, uğurlu şəkildə fəaliyyət göstərir. Əsas məqsəd asan xidmətin, bilirsiniz ki, çox böyük məmnunluq dərəcəsi var vətəndaşlar tərəfindən və bu məmnunluğun arxasında bir neçə faktor dayanır. Bu faktorlardan biri də əməkdaşların yüksək peşəkarlıq dərəcəsidir və bu peşəkarlığı digər qurumlara, özəl təşkilatlara, vətəndaşlara, işgüzar şəxslərə bu təcrübəni paylaşmaq məqsədi ilə Asan İnnovativ İnkişaf Mərkəzi yaradılıb. Burada bir sıra təlimlər həyata keçirilir. Dövlət satın almaları, insan resursları, blockchain təlimləri, elektron sənəd dövriyyəsi və bir sıra təlimlər. Bu təlimlərdən biri də, yeni yaradılan təlimlərimizdən biri də süni intellektdir və biz buna süni intellekt savadlılığı proqramı adı vermişik. Yarandığı dövrdən bu yana, yəni başladığımız dövrdən bu yana artıq süni intellekt savadlılığı proqramı çərçivəsində 2000-dən çox deməli vətəndaşa biz təlim keçmişik və bir sıra regionları əhatə edib. İndi birazdan daha ətraflı da məlumat verək. Ümumiyyətlə, proqram çərçivəsində iştirakçılara hansı bilik və bacarıqlar aşılanır, Nofəl müəllim? Proqramın əsas məqsədi iştirakçılara süni intellekt nədir sualından əlavə, süni intellektin necə doğru şəkildə istifadə etməli, düşüncə tərzini formalaşdırmaqdır. Bizim əsas məqsədimiz nəzəri hissədən əlavə praktiki, yəni praktika ilə zəngin, dolu bir proqram keçməkdir iştirakçılara ki, iştirakçıların da ən çox bəyəndiyi tərəflərdən biri budur, praktika. Yəni, iştirakçı əgər bizim proqrama, təlimə qoşulursa, təlim bitəndən sonra dərhal onda yeni bir bacarıq yaranır. Yəni, təlimi bitirib gedəndə artıq bir sıra alətləri öyrənmiş olur və sizə deyim ki, həqiqətən də çox böyük, bizim bu proqramda da çox böyük məmnunluq dərəcəsi var. 95%-dən yuxarıdır məmnunluq dərəcəsi. Hansı formatda və hansı günlərdə keçirilir? Bir də müddəti nə qədərdir proqramın? Format olaraq biz artıq onlayn formata da keçmişik, çünki çox böyük istəkləri var idi. İnsanlar iş vaxtı qoşula bilmirdilər, işdən sonra vaxt çatdıra bilmirdilər. Bunları nəzərə alaraq biz artıq onlayn formata da keçmişik. Həm də eyni zamanda offlayn şəkildə Asan İnnovativ İnkişaf Mərkəzinin yerləşdiyi binada, ofisdə biz otaqlarda biz bu təlimləri həyata keçiririk. Bir də regionlarla bağlı onu da deyə bilərəm ki, yenə də istəklər üzərinə biz Bakı ilə yanaşı digər regionlarda da bu proqramı həyata keçiririk. Bizim əsas məqsədimiz də budur zaten, yəni süni intellekt savadlılığı proqramını bütün vətəndaşlara çatdırmaqdır məqsədimiz. Bu məqsədlə biz ilk öncə Şuşa şəhərindən başladıq. Daha sonra Göyçaya səfərimiz oldu, çox uğurlu təlimlərimiz oldu o regionlarda. Hal-hazırda planımız var Azərbaycanın digər regionlarında əhatə eləyək və iştirakçıların sayını 10 minlərlə rəqəmə çatdırmağı planlaşdırırıq. Bu proqramda iştirak etmək üçün Nofəl müəllim, xüsusi texniki bilik və bacarıqlar mütləqdirmi? Çox gələn suallardan biridir bu bizə. Əslində texniki bacarığa ehtiyac yoxdur. Müasir dövrdə elə bir insan yox ki, bu cihazlardan istifadə eləməyə bacarmasın. Balaca uşaqdan tutmuş yaşlı insana qədər hər kəs ən azından ağıllı telefonlardan istifadə eləməyə bacarırsa, o deməkdir ki, artıq bizim proqrama qoşula bilər. Çünki biz, yenə deyirəm, burada proqramlaşdırma öyrətmirik, biz onlara riyazi terminləri öyrətmirik, biz sadəcə süni intellekt alətlərinin deməli, istifadəsini doğru şəkildə, etik şəkildə istifadəsini öyrədirik.
Məsələn, indi hal-hazırda siz də bilirsiniz ki, bəzi süni intellekt alətləri var, çox məşhurdur, ChatGPT-dir və yaxud da Gemini-dir, amma insanlar sadəcə bu deməli alətlərlə məhdudlaşırlar. Biz isə onlara göstəririk ki, bu alətlər sadəcə 1%-dir. Yəni bizim proqrama qoşulanlar gələndən sonra, proqramdan sonra deyirlər ki, nələr var imiş, yəni bu süni intellekt dünyasında. Onda belə çıxır ki, istənilən insan sizin proqrama qoşula bilər də. Burada yaş məhdudiyyəti, sahə, peşə, belə bir fərqlər yoxdur. Yox, bizim yenə deyirəm, məqsədimiz əsas odur ki, bütün vətəndaşlara çataq, süni intellekt savadlılığını bütün vətəndaşlara çatdıraq. Bu məqsədlə heç bir yaş və heç bir sahə üzrə məhdudiyyətimiz yoxdur. Bəs proqramı uğurla artıq bitirən iştirakçılara, onlara necə, hansısa bir sertifikatlar falan təqdim olunurmu, yoxsa yox? Deməli, bizdə format 2 cürdür. Biri 2 saatlıq təlimlərdir, ödənişsiz, tamamilə ödənişsiz şəkildə keçirilir. İstənilən şəxs gələr, qoşula bilər. Digər formatımız workshoplardır. Bu bizim ən çox sevilən formatlarımızdan biridir. Niyə görə? Workshoplar bir neçə saat ərzində baş verir. Məsələn, 8 saat, 9 saat bir yerə yığılırıq. Bu 8-9 saat ərzində tamamilə praktiki şəkildə işləyirik. Burada artıq çox geniş formatda biz öyrədirik süni intellekt alətlərindən. Məsələn, süni intellektin tətbiq sahələri də genişdir. Əyləncəli tərəfi ilə yanaşı, məsələn, musiqi yaradırıq bugün süni intellektlə, video yaradırıq, şəkil yaradırıq, hekayə yazırıq, şeir yazırıq, rəsm məsələləri yaradırıq. Bununla yanaşı, bunun texniki tərəfləri də var. Məsələn, sayt yaratmaq mümkündür. Tamamilə süni intellekt alətləri vasitəsilə botlar yaratmaq mümkündür. Eyni zamanda dövrümüzün ən aktual, deməli, texnologiyalarından biri olan süni intellekt agentlərinin yaradılmasını da biz bu geniş formatlı proqramlarda öyrədirik. Və bu artıq ödənişlidir. Bu proqramlar, bəli, ödənişli olur adətən. Adətən ödənişli olur və sertifikat təqdim olunur. Amma məsələn, bizim jurnalistlərə, müəllimlərə, insan resursları mütəxəssislərinə spesifik workshoplarımız da təşkil olunub. Onlar adətən ödənişsiz şəkildə deməli təşkil olunur və yenə də sertifikat təqdim olunur. Və ümumiyyətlə bu süni intellekt proqramının hər hansı bir töhfəsi olacaqmı əmək bazarı üçün nöqteyi nəzərindən baxanda? Yəni peşə və iş axtarma baxımından əziyyət çəkən məşğulluqla bağlı məsələlərə necə təsir eləyəcək? Töhfəsi artıq başlayıb. Dünya ilə yanaşı Azərbaycanda təsir eləyir bu töhfələr. Yəni əmək bazarına da öz təsirini göstərir. Əvvəllər vakansiyalarda başqa tələblər var idisə, bu tələblər artıq süni intellekt alətlərinə doğru yönəlir. Yəni, süni intellekt alətindən istifadə edən şəxs artıq digər proqramları da rahatlıqla istifadə eləməyə bacarır. Çünki süni intellekt özü artıq digər proqramlara inteqrasiya olunub. Məsələn, Excel-də əvvəllər düstur yaratmaq çox çətin idi. İndi bir kliklə, bir sorğu ilə sən istədiyin düsturu yaradırsan, istədiyin cədvəli yaradırsan və yaxud da digər işləri süni intellekt vasitəsilə həyata keçirsən. Bunu da bilmək üçün əlbəttə ki, ən azından bizim proqrama qoşulmaq lazımdır, maariflənmək lazımdır. Gələcəkdə bu proqramın daha geniş formada və yaxud fərqli bir modulla yanaşması, yeni yanaşma ilə görə biləcəkmi? Yəni, olacaqmı? Bəli, bizim planımızda var. Planımızla yanaşı bizə gələn çoxlu istəklər var. Proqram daha geniş formatda olsun, bir neçə, məsələn, dərsi əhatə eləsin. Hal-hazırda 2 saatdır, ödənişli şəkildə, amma insanlar istəyir ki, bir neçə dərs gəlsinlər, bizim proqrama qoşulsunlar. Bununla yanaşı, bayaq da qeyd elədiyim kimi, süni intellektin əyləncəli tərəfi ilə yanaşı, texniki tərəflər də var. O texniki tərəflərə də maraq çox olduğu üçün bizə istəklər gəlir ki, məsələn, süni intellekt agentlərini necə yarada bilərik? Bununla bağlı ayrıca bir kurs təşkil eləyin, təlim təşkil eləyin, gələk qoşulaq. Bizim də planımızda var, həyata keçirəcəyik. Uğurlar arzulayırıq sizə. Çox sağ olun. Novfel bəy, sonda sizdən bir səsləniş istəyəcək, tamaşaçılara tövsiyə istəyəcəyik. Süni intellektə maraq göstərən, amma hələ də tərəddüd edən insanlar var. Bax, onlara nə tövsiyə eləyərsiniz? Tövsiyəm sadəcə ondan ibarət olar ki, tərəddüd ümumiyyətlə eləməsinlər. Bayaq da qeyd elədik ki, çoxları düşünür, texniki tərəfləri var bu işin, birdən bacarmaram, öyrənə bilmərəm. Amma bu belə deyil, yenə deyirəm, texniki tərəfləri olsa belə biz çalışırıq ki, ümumiyyətlə telefondan istifadə eləməyən insana belə bunu çox asan dildə izah eləyək. Onlar da öyrənsinlər. Yəni, yenə deyirəm, tərəddüd eləməsinlər, proqramımıza
qoşulsunlar. Artıq süni intellekt dövrüdür. Təşəkkür edirik. Çox sağ olun, çox minnətdarıq. Çox maraqlı bir söhbət Təşəkkür oldu. edirəm, çox Hörmətli sağ olun. tamaşaçılar, biz Asan İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyevlə süni intellekt savadlığı proqramından danışdıq. Bizim proqramımız davam eləyir.